Salam əziz abituriyentlər, necəsiz? Bugün yenidən sizin görüşünüzə gəldim. Bu dəfə sizə test izahı verəcəm. Dövlət İmtahan Mərkəzinin tarix test toplusunda Azərbaycanda Hülakülər dövləti ilə bağlı bir testə baxacağıq bugün və söhbət gedir artıq burada Qazan xan dövründən. Hansı ki biz məlumat almışıq ki, Qazan xan dövrü çiçəklənmə dövrü hesab olunurdu. Çünki onun dövründə daxili siyasətdə bir çox islahatlar keçərək ölkəni daxilən möhkəmləndirməyi bacarmışdı. Sualımıza keçid alaq. Qazan xan islahatı nəticəsində rabitə sahəsində baş vermiş dəyişikliyin məzmunu. A variantı, alqı-satqı işlərində qayda-qanun yaradıldı. Bu məsələ məhkəmə islahatına aid idi. Alqı-satqı məsələsi haqqında qayda-qanun yaradılması məhkəmə islahatına əsasən baş vermişdir. Deməli, bu yanlışdır. Rabitə sistemində çalışan məmurların dövlət hesabına saxlanılması qaydası ləğv edildi. Bu da yanlışdır, çünki rabitə sistemində çalışan məmurlar məhz elə dövlət hesabına saxlanırdılar. Dövlət xəzinəsindən onlar müəyyən qədər vəsait alırdılar, maaş alırdılar. C variantı, rabitə işçilərinin əhali hesabına maliyyələşdirilməsi qaydası tətbiq olundu. Bu da yanlışdır, çünki rabitə işçilərinə, hansı ki yamlar biz deyirik, rabitə məntəqələrinə, bu yam işçilərinin əhalidən vəsait alması qadağan idi. Ona görə C variantı da yanlışdır. Əsas yollarda hər 50 kilometrdən bir rabitə dayanacaqları yaradıldı. Bu da yanlışdır, çünki belə bir məsələ qeyd olunur ki, rabitə islahatında hər 3 fərsəxdən bir, yəni hər 20 kilometrdən bir rabitə dayanacağı yaradılmışdı. Və Y variantı, rabitə işçilərinin əhalidən vəsait toplaması qəti qadağan edildi. Biraz öncə söylədiyim məqam burada keçərli idi. Düzgün cavabımız Y variantı. Sağ olun.